Sizdə pensiyaların artmasını istəyirsinizsə kanala abunə olub videonu bəyənməyi unutmayın. Prezident İlham Əliyevin yeni əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi və onların maddi təminatının yaxşılaşdırılması istiqamətində atılan növbəti mühüm addım kimi qiymətləndirilir. Bu qərar ölkədə sosial siyasətin prioritet istiqamət olaraq davam etdiyini və pensiya təminatı sisteminin davamlı şəkildə təkmilləşdirildiyini göstərir. Baku Post AS xəbər verir ki, məsələ ilə bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı rəsmi açıqlamada öz əksini tapıb. Bildirilib ki, sərəncama əsasən Nazirlik tərəfindən 2026-cı il yanvarın 1-nədək təyin edilmiş bütün növ pensiyalar indeksləşdirilərək artırılır. Artım Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi göstəricilərə uyğun olaraq 2025-ci il üzrə orta aylıq əmək haqqının illik artım tempinə əsaslanır. Həmin artım göstəricisi 9,3% təşkil edir və cari ilin yanvar ayının 1-dən tətbiq olunur. Qeyd olunur ki, pensiyaların artırılması prosesi tam avtomatik qaydada, elektron sistem üzərindən həyata keçirilir. Pensiyaçıların hər hansı dövlət qurumuna müraciət etməsinə, əlavə sənəd təqdim etməsinə və ya yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Bu yanaşma həm şəffaflığı təmin edir, həm də vətəndaşların vaxtına və əlavə xərclərinə qənaət etməyə imkan verir. Nazirliyin məlumatına görə, yanvar ayı üzrə hesablanmış artım məbləği fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Yəni pensiyaçılar fevral ayında aldıqları pensiyanı artıq artırılmış məbləğdə əldə etməklə yanaşı, yanvar ayına görə yaranmış fərqi də eyni vaxtda alacaqlar. Bu isə onların aylıq gəlirlərində real artımın dərhal hiss olunmasına şərait yaradacaq. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçı kateqoriyalarını əhatə edir. Buraya mülki pensiyaçı vətəndaşlarla yanaşı, pensiyaçı olan hərbi qulluqçular, hüquq mühafizə orqanlarının əməkdaşları və digər xüsusi kateqoriyalara aid şəxslər də daxildir. Ümumilikdə 1.100.000 pensiyaçı bu artımdan faydalanacaq. Qərarın icrası üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsait ayrılıb ki, bu da sosial sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bununla yanaşı, dövlət başçısının sərəncamı ilə sığortalanan şəxslərin fərdi hesablarında 2026-cı il yanvarın 1-nədək qeydə alınmış pensiya kapitalları da indeksləşdirilir. Həmin kapitallar ötən ilin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq 5,6% artırılır. Bu addım inflyasiyanın təsirini minimuma endirməyə və gələcək pensiya təminatının real dəyərinin qorunmasına xidmət edir. Hər ilin əvvəlində həyata keçirilən bu indeksləşdirmə mexanizmi sosial sığorta sisteminin dayanıqlığını möhkəmləndirir. Bu, onu göstərir ki, vətəndaşların pensiya kapitalları yalnız onların əmək haqlarından tutulan sosial sığorta ayırmaları hesabına deyil, eyni zamanda dövlət tərəfindən aparılan müntəzəm indeksləşdirmə nəticəsində də artırılır. Beləliklə, həm mövcud pensiyaçıların gəlirləri yüksəlir, həm də gələcəkdə pensiya hüququ qazanacaq şəxslərin sosial təminatı daha etibarlı əsaslar üzərində formalaşır.